Salam, hər birinizi xoş gördük, əziz müəllimlər və abituriyentlər. Bugün 14 iyun 2026-cı ildə OTK tərəfindən növbəti sınaq imtahanı təşkil olundu. Sizin ekranda gördüyünüz suallar da həmin suallardır və suallar 11-ci siniflər üçün nəzərdə tutulub. Suallara isə izah vermək istəyirəm mən, Şəlalə İbrahimova. Sualların həmişə olduğu kimi etalon cavabları məndə yoxdur və mən hazır etalon üzərindən video çəkmirəm. Gəlin birlikdə suallara baxaq. Əgər diqqətimdən qaçan, nəzərimdən qaçan hər hansı bir məqam olarsa, buyurun şərh bölməsində öz fikirlərinizi bildirin. Hər birinizin fikri mənim üçün dəyərlidir və önəmlidir. Keçək suallara. Qısa suallara uzun-uzadı izah verməyəcəyəm. Deməli, hazır bilik, yəni əzbərə dayanan suallar haqqında konkret bir cavab göstərəcəm. May böcəyinin ayaq buğumlarının bədənə birləşən hissəsindən başlayaraq düzgün ardıcıllığı müəyyən edin. Bu da əzbərə dayanan bir sualdır. Ona görə çanaq, burma, bud, baldır, pəncə cavabını seçirik. 7-ci sinif kitabda bu ardıcıllıq bizə verilib. Atmosfer, yəni hava qatı, həcmi daha böyük olan geosfer qatıdırmı? Bəli. Niyə bunu seçirəm? Çünki həm hidrosferin, həm quru təbəqənin, geosferin üzərini tamamən atmosfer örtür. Deməli, həm quru, həm də su sahəsindən böyükdür atmosfer. Bütünlükdə bütün biosferin tərkibinə daxildirmi? Yox. Atmosferin alt qatı biosferin tərkibinə daxildir, amma üst qatı yox. İlk beşiyi hesab eləyə bilərəmmi? Xeyr. Ən aşağı təbəqəsi Yunancada dəyişiklik və kürə mənasını verə bilərmi? Atmosferin alt qatı troposferdir. Troposfer sözünün tərcüməsi isə tropos dəyişiklik, sfera kürə deməkdir. Ən aşağı qatı qat və kürə adlandıra bilərəmmi? Ən aşağı qat deyil, 17 kilometrdən sonranı stratosfer, yəni qat və kürə kimi adlandıra bilərsən. 1-4 cavabı Y bəndində verilib. Dəvədabanı bitkisi, yeraltı şəkil dəyişməsi nədir? Dəvədabanı kökümsovdur. Baxın, kökümsov bizə 2 variantda verilib. Amma toxumları necə yayılır? Yayılmasını təmin edən vasitə. Toxumların küləklə, sözü burada küləklə yox, adətən dəvədabanı bitkisinin toxumları qarmaqcıqlarla yapışırdı heyvanların tüklərinə ya da insanın paltarına. Düşünürəm C bəndi doğrudur. İnsanın ifrazat sistemində sidik toplayan orqan, yəni söhbət sidik hissəsindən gedir. İfrazat sisteminin 2 orqanı ilə birləşirmi? 2 sidik axarı, 1 sidik çıxarıcı kanalla birləşdiyinə görə sidik hissəsi 3 dənə orqanla birləşir. Ektoderma mənşəlli epitelidir? Xeyr. Mədaltı vəzi ilə eyni boşluqda mı yerləşir? Mədaltı vəzi qarın, o isə çanaq boşluğunda yerləşir. Endoderma mənşəlli epitelisi isə ola bilər. Neyronlardan təşkil olunmuş fikri isə sözsüz ki, səhvdir. Şibiya tallomunun quruluş sxeminə əsasən doğru mülahizəni müəyyən eləyin. Yuxarı qat, daxili qat, aşağı qat. Bu tipli sualları biz çox işləmişik. Gəlin baxaq. Yuxarı və aşağı qatlar yalnız göbələk, orta qatda isə həm göbələk, həm bakteriya və yaxud göbələk və yosuna rast gələ bilərik. Üçün hüceyrələrində həm nişasta, həm glikogen sözü ola bilərmi? 3-də göbələk olduğuna görə orada nişasta ehtimalını götürmürük. Nişasta ehtimalını uşaqlar harda götürürük? Fotosintez edən bitkilərdə və yaxud nişasta ehtimalını bu yaşıl pigmentə malik olsun, fotosintezə malik olsun. Bax, bu hüceyrələrdə nişasta götürürük. Birin hüceyrəsində həm xitin, həm glikogen. Bir göbələkdir. Göbələyin hüceyrə divarı glikogen, xitin, daxilində isə ehtiyat qida maddəsi glikogen toplanır. Hər üçündə xlorofilə rast gəlinir. 1 və 3-də prokaryot orqanizmlər daxildir. Xeyr, 1 və 3-də göbələkdir, orada prokaryot orqanizm yoxdur. Yaxşı, bəs 2-ni götürə bilərəmmi? 2-də mitsellər arasında yaşıl bakteriyalar fikrini götürə bilərəmmi? Uşaqlar, biz bilirik ki, yaşıl bakteriyalar ilk fotosintez edici orqanizmlərdən biridir. Onlar fotosintezi həyata keçirsə də ətrafa oksigen verməyiblər. Beləliklə, yaşıl bakteriyalar seçsəniz, deməli şibiyə ətrafa oksigen verməməlidir. Bu cavab səhvdir, çünki biz bilirik ki, şibiyə fotosintez nəticəsində fotosintez orada maksimal dərəcə zəif sürətlə gedirdi, amma onlar ətrafa oksigen verirlər. Demək, B bəndi daha doğru olmuş oldu. Sxemə əsasən seçmənin A, B, C, D, YK variant ardıcıllığı ilə göstər. A seçmə formasıdır, B də seçmə formasıdır və A seçmə formasının disruptiv hərəkət verici seçməsi varsa, deməli bu 4-dür, çünki təbii seçmənin belə formaları var. Təbii seçməni A-ya götürürsənsə, süni seçməni də B-yə götür. Disruptiv hərəkət verici seçməni, təbii seçmənin forması olaraq götürürsənsə, stabilləşdirici seçməni də götür.
Sonra deməli süni seçmənin isə metodiki və körtəbii formaları var. Gəlin metodikini 1-ə qoyaq, D-yə qoyaq və körtəbiyini isə qoyaq. Demək körtəbii burada hardadır? 5 qoyaq bura. Və fərdi və K-da isə deməli kütləvi seçmədir. Demək mən necə eləməliyəm? 4, 6, sonra 2, 1, 5, sonra 3 və C bəndində verilib. Yaxın qohum çarpazlaşması nəyə səbəb olurdu? Homozigotluğun artmasına səbəb olurdu. Heyvanlar arasında xəstəliyin artmasına səbəb olurdu. Bitkilər arasında isə cırlaşmaya səbəb olurdu. Gəlin baxaq. Homozigotluğun azalmasına, yaxın qohum çarpazlaşması, heterozigotluğun artmasına. Müxtəlif növlərə aid olan canlılar arasında mən öz-özünə çarpazlaşma, yaxın qohum çarpazlaşması aparmaram. Heyvanlar aləmində müşahidə olunmur deyir. Səhvdir. Təsərrüfat əhəmiyyətli əlaməti möhkəmləndirmək üçün yaxın qohum çarpazlaşması istifadə edirəmmi? Bəli. Növbəti səhvəyə gedirik. Quşəbpəyi bitkisinin toxumunda ehtiyat qida maddələri, gəlin xatırlayaq, quşəbpəyi bitkisinin toxumunda ehtiyat qida maddəsi harda toplanırdı? Tumurcuqdan başqa rüşeyimin hər yerində. Quşəbpəyi ikiləpəli bitki idi və onun endospermi çox vaxt olmur. Ona görə də endosperm ehtimallarını silirəmmi? Rüşeyimin bütün yerlərində də silirəm. Qabıq yalnız ananın əlamətini daşıyır və adətən nazik olur fikrini də silirəm. Çünki quşəbpəyi buynuz meyvədir və onun qabığı qalın olur. Ehtiyat qida maddəsinin toplandığı hissələr ziqotdan inkişaf eləyir. Tumurcuqda toplanmasa da rüşeyimin digər hissələrində toplana bilər. Rüşeyimin digər hissələrində toplayırsansa, onda onların rüşeyimin bütün hissələri ziqotdan başlanğıc ala bilər. Rüşeyin bütövlükdə endospermlə əhatə olunub fikri birləpəli bitkilər üçün adətən belə olur. Yenə deyirəm, endosperm quşəbpəyi bitkisində yoxdur. Adətən ikiləpəli bitkilərin əksəriyyətində endosperm olmur. Hansı proses insanın həzm kanalında baş verməz? Zülalın amin turşularına, sellozanın glikozaya, yağın gliserinə və yağ turşularına, nişastanın glikozaya parçalanması baş verər. Çünki həzm kanalımızda demək, qida maddələri, mürəkkəblər sadəyə parçalanır. Amma glikozanın karbon qazına parçalanması hər bir hüceyrənin daxilində baş verər. Həzm prosesində glikozanın karbon qazına parçalanması olmaz. Foraminiferlər və qırmızı mərcan poliplər arasında oxşar istəyir. Foraminiferlər bir hüceyrəlidir. Qırmızı mərcan poliplər çox hüceyrəlidir. Bəs bunların oxşar cəhəti nədir? Sinir hüceyrələrinə malik olmaq deyil, xarici skeletə malik olmaq götürə bilərəm. Tarantulanın aid olduğu dəstə ilk nümayəndəsi nə vaxt meydana çıxdı? Hörümçəklərdir, hörümçəklər daş kömürdə. Nereid həlqəvi qurdlara aiddir. Nədir tənəffüs orqanı? Nereid suda yaşayır. Qum qurdundan fərqli olaraq qəlsəmələri yoxdur. Qəlsəmələri yoxdursa bədən səthi ilə tənəffüs eləyəcək. Suda yaşayırsa suda həll olmuş oksigen və bədən səthi götürəcək. Növbəti sual. Qalıqları Avstraliyada tapılan insan qrupu Xramanyondur. Başının həcmi 1400 deyil. Dinin rüşeyimləri Neandertallarda yarandı, amma sosial amillər onlarda rol oynayırmı? Bəli. Katarakt gözün hansı hissəsinin xəstəliyidir? Katarakt billurun bulanmasıdır. Billuru seçirəmsə 2 seçəcəm. Down xəstəliyinin əlaməti deyil. Kəm ağıllı, meyman ovuçlu, daban büküşləri var, amma nazik burun Down xəstəliyində yoxdur. Yetkin sfaqnum mamırı quş mamırından fərqli olaraq 20-25 dəfə çox sudur ona görə ki, onun ölü hüceyrələri var. Ölü hüceyrələr ambar rolunu oynayır. Beləliklə A bəndini seçmiş oldum. Retroviruslar haqqında nə deyə bilərik? Retroviruslar RNT tərkibli viruslardır. Fərqli xüsusiyyəti odur ki, onlarda RNT-dən DNT sintezi olunur. Beləliklə 1 seçdim. DNT-dən RNT sintezi olunur. Yox. Zülal örtüyü varmı? Kapsidi var. İrsi materialda urasil varmı? Var. Çünki RNT tərkibli olduğuna görə urasil seçə bilərsiniz. 1-3-4 B bəndində verilmiş oldu. Növbəti suala keçirik. Çarpaz tozlanan, növbəti suala keçməmişdən öncə bir balaca bu hissədə təmizlik işləri aparaq və keçək sualımızın izahına. Çarpaz tozlanan iki evli bitkidir. Mayalanmada iştirak edən hüceyrələrin xromosom dəstlərinin cəmi 7-dir. Biz bilirik ki, əgər ana və ata bitkini mən diploid götürsəm, mayalanmada iştirak edən hüceyrələrin cəmi mənə 5N verər. Deməli, burada 2N hüceyrəmiz artıqdır. Gəlin baxaq, mövcud variantları nəzərdən keçirək.
Deməli, 2 evli onu göstərir ki, bizə ana və atanın xromosom saylarını fərqli götür deyir. Gəlin baxaq, 2 ehtimal nəzərdən keçirəcəm. Görək 7-in bizə nəyi verər? Əvvəlcə ananı 4-in götürüm, atanı 2-in götürüm. Ananı 4-in götürürəmsə, onda müəyyənlanmada iştirak edən hüceyrələri yazım. Yumurta hüceyrə və sperm seçim. Sonra mərkəzi hüceyrə və sperm seçim. Baxaq görək 7-in alınırmı? 2n bura qoyaram. Mərkəzi hüceyrəyə 4n qoyaram, spermlərə isə n qoyaram. Beləliklə, mən bu rəqəmləri cəmləyirəm, görürəm, mənə 8n verdi. Demək, bu ehtimalımız doğru deyil. İndi bunun tərsini düşünək. Mən ana bitkini 2n, ata bitkini 4n götürüm. Bu zaman yumurta hüceyrəni və spermi götürməliyəm. Mərkəzi hüceyrəni və spermi götürməliyəm. Yumurta hüceyrə n, mərkəzi hüceyrə 2n, spermlər isə 2n olur. Bəli, görürəm ki, 2n'lər və n'in cəmi mənə 7n'i verdi. Demək, mən neylədim? Burada bir dənə də şərt daha var. A üstə gələk B. Spermin xromosom dəstini mən 2n götürdüm. Yumurta hüceyrənin xromosom dəstini n götürdüm. Bəli, 3n ehtimalı doğru oldu. İndi mənə deyir ki, erkək bitkinin xromosom sayını sən neçə götürdün? 4n götürdüm ki, bizə mayalanmada iştirak edən hüceyrələrin cəmini 7n versin. Rentgen şüaları insana mənfi təsir göstərir, xəstəlik artır. Bax, bu xüsusiyyətləri seçməliyəm. Selikli qişanın keçiriciliyini pozur. Bəli. Müqavimətini artırır xəstəliyə. Xeyr. Əgər rentgen şüaları xəstəliyə müqaviməti artırsaydı, elə zəif immunitetli insanlar gedərdi rentgen şüaları qəbul eləyərdi. Qanın müdafiə funksiyasını zəiflədir, fagositlərin aktivliyini artırır. Demək, müsbət fikirləri çıxıram. Çünki rentgen şüaları insana mənfi təsir göstərir. 1-3-5 bəndini Y bəndində seçmiş oldum. Uşaqlıq borusunda nə baş verər? Mayalanma, yumurta hüceyrənin tam yetişməsi, ziqotun uzununa bölünməsi baş verər. 1-4-5 bəndi C-də verilir. Quşların hava kisələri barədə doğru olmayan ifadəni müəyyən eləyin. Doğru olmayan istəyir, həcmi uçan quşlarda uça bilməyən nisbətən kiçik olur. Bu tərsinə deyir. Uçan quşlarda daha böyük olur, əvəzinə daha kiçik olur deyir. Digərə baxaq. Ağciyərlə əlaqəlidirmi? Doğrudur. Dərinin altında daxili orqanda yerləşir. Doğrudur. Uçma ilə əlaqədar yaranıb. Doğrudur. Tənəffüsdə iştirak eləyir. Doğrudur. Tənəffüs prosesi hava kisələrində baş verməsə də, bilavasitə, tənəffüsdə hava kisələri rol oynayır fikri. Doğru fikirdir. 22-ci suala baxırıq. Eritrositlərin minimal miqdarını istəyir. 4 milyon. 4 vuraq 10 üstü 6. Leykositlərin minimal miqdarını istəyir. 4000. 4-10 min daxı. 4000 minimal miqdarını istəyir. Trombositlərin maksimal miqdarını istəyir. 400 min. Vuraq 10 üstü 3. Deməli, 4 milyon, 4 min, 400 min. Bunları 4000'ə ixtisar edir. Çünki mən cavablardan görürəm ki, burada ixtisar var. 4000'ə ixtisar eləyəndə ortada 1'dir. 4 milyonu ixtisar eləyirəmsə, bura 1000 düşəcək. Sonra 1 düşəcək. Sonra 400 min ixtisar eləyirəmsə 100 düşəcək. Y bəndi. Refleks qövsünün 4-cü hissəsinə aid olan neyron növünü, refleks qövsünün hissələrinə baxaq. Reseptor, hissi yol, mərkəz, hərəki yol, işçi orqan. Hərəki neyrondan söhbət gedir. Mərkəzi sinir sisteminin boz maddəsinin əmələ gəlməsində iştirak etmir fikri doğru deyil. Və deyir, sinir impulslarını işçi orqanı ötürür, doğrudur. 2 növünün tərkibinə daxildir. Həm deməli, hərəki sinirlərin, həm də qarışıq sinirlərin tərkibinə daxil eləyə bilərsən. Neyronların digər 2 növü ilə sinaps əmələ gətirə bilərmi? Sadə refleks olarsa, hissi neyronla bilavasitə, mürəkkəb refleks olarsa, ara neyronla, bəli. 2-3-4 fikri doğrudur. İmpulsu bilavasitə reseptordan qəbul edir, fikri səhvdir. Deməli, DNT molekulunun bir zəncirində ölçüsü böyük olan azot əsaslarının sayına baxırıq. Ölçüsü böyük olan biz bilirik ki, adeninlə guanin azot əsaslarıdır və onların cəmi bizə 15.000 verilir. Bir zəncirdən söhbət gedir. Ölçüsü kiçik olanların isə, yəni demək burada timin və sitozin olacaq. Bunların cəmi də 10.000'dir. Və bu bizim bir zəncirimizdir. Növbəti zəncirimizdə də eyni şey olacaq. Yəni mən 15.000 və 10.000 cavabını seçmiş oldum.
Beləliklə, ümumi nukleotit sayımı cəmləsəm, 50.000 mənim nukleotidim var. 50.000 nukleotidim var, amma məndən nukleotit mi soruşur? Hidrogen rabitələri soruşur. Gəlin baxaq və burada mənə deyir ki, adenin azot əsaslarının sayının guanin azot əsaslarının sayına nisbəti 4. Yəni, adenin bölək guanin 4-ə bərabərdir. Beləliklə, gəlin baxaq görək. Ümumi nukleotitləri cəmləyim. Deməli, adenin, üstə gələk guanin, üstə gələk sitozin, üstə gələk timin bərabərdir 50.000 götürərəm. Adenin əvəzinə 4x, guaninin əvəzinə götürərəm x, sitozində x götürərəm. Çünki mənə burada deyir 4 dəfə çoxdur. Və timinin əvəzinə 4x götürərəm, 50.000-ə bərabər eləyərəm. Və 10x bərabərdir 50.000, x-ım da bərabərdir 5.000. 50.000, x-ım da bərabər olar burada. 10x-dır burada. Ümumi nukleotitlərim mənə bərabər olar. Bəli, 5.000 götürmüş olaram. Deməli, mənim 5.000 nəyim var? Guaninim və sitozinim var. Beləliklə, nukleotitlərin üzərinə mən guaninin sayını gələrəm. Düşünürəm ki, burada cavab 55.000 olacaq. Belə bir düsturumuz vardı, yadınızdadırsa, nukleotitlər üstə gələk guanin və nukleotitlərin üzərinə 50.000 götürürəmsə, 50 vuraq 10 üstü 3. Guaninin sayını da 5.000 götürürəmsə, 55 vuraq 10 üstü 3 cavabı mən belə düşünürəm ki, doğrudur. Siz də öz fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Əgər bu həll yolu ilə razı deyilsinizsə. Baxaq, diaqramda örtül toxumların fəsiləsinin çiçək düsturunu mənə verib. Və görürəm ki, kasa yarpaqları, ləçəklər bir-birinə bərabərdir. Erkəkciklər ləçək və kasa yarpağından 1,5 dəfə çoxdur. Və düsturlarda hansı fəsilələr yadıma düşür ki, erkəkcik, kasa yarpağı və ləçək bərabər olsun. Xat çiçəklər yadıma düşür, badımcan çiçəklər, paxlallar yadıma düşür. Və paxlalları seçsəm, 1,5x götürə bilmərəm, 2x götürməliydim. Çünki kasa yarpağı 5-dirsə, onu 2x-la işarələyərəm. Badımcan çiçəkləri götürə bilmərəm, çünki orada kasa və yarpağı 5 götürürəmsə ləçəkləri, onda nəyi də götürməliyəm? Erkəkciyi də elə x götürməliyəm. Deməli, qalır bir ehtimal xat çiçəklər K4, L4, Y6, D1. Bəli, 1,5 özünü doğrultdu. Meyvəsi açılmayan meyvədirmi? Yox. Toxum qabığı yaxşı inkişaf etmişdirmi? Demək, buynuz meyvə olduğuna görə düşünürəm ki, ətirli və nektarı olan çarpaz tozlanır. 3 doğrudur. Bax, hələ 2-ni düşünürəm. Çiçəklərində kasa yarpaqları bir-birinə bitişikdirmi? Kasa yarpaqları bir-birinə bitişik. Bəzi nümayəndələrində kökün şəkil dəyişmələrinə rast gəlinir. Turpdur, məsələn, burada şalğamdır. Bax, bəzi nümayəndələrdə də o da xat çiçəklər fəsiləsinə aid olur. Ona görə bəzi nümayəndələrinə götürərik. Yarpaqlar gövdə üzərində qarşı-qarşıya yerləşir fikri doğru deyil. İndi kasa yarpaqları bir-birinə bitişikdir fikri götürək, yoxsa toxum qabığı yaxşı inkişaf edib? Toxum qabığı yaxşı inkişaf edib fikrini kasa yarpaqlarında mötərizənin içərisində idimi? K4, L4, Y6, D1. Düşünürəm ki, kasa yarpaqları açıqda verilib. Yenə də siz öz fikirlərinizi bildirin. Mən burada 2-ni, 2, 3, 5 bəndlərini seçmiş oldum. Gəlin baxaq, insan skeletində şəkildə göstərilən hissəsi üçün doğru ifadələri müəyyən eləyin. Aşağı ətrafın skeleti verilir mənim üçün. 2 növ sümüklə bilavasitə birləşirmi? Gəlin baxaq. Çanaq sümüyü digər çanaq sümüyünə birləşərsə yastıdır, ömə fəqərələrinə birləşərsə nədir? Bəli, ömə fəqərələri də qarışıq sümüklərdir. Bu doğru fikir olar. 3 sümük iliyi qırmızı sümük iliyinə malikdir. Səhvdir. Burada gördüyümüz bütün sümüklər qırmızı sümük iliyinə malikdir. Oynağın əmələ gəlməsində 2 borlu sümük iştirak edir. Bir bud, bir də qamış sümük iştirak edir. İncik balaca olduğuna görə gəlib çatmır. Doğrudur. Və bükülməsində 4 başlı əzələ iştirak edir. Səhvdir, 2 başlıdır. Sümükləri 3 növdən təşkil olunub. Barmaq falanqalarını qısa sümük götürürsünüz. Borlu sümüklər ətraflardadır. Bud sümüyü, qamış incik. Çanaq sümüklər isə yastıdır. Bəli, 3 növ sümükdən əmələ gəlib doğrudur. Gövdənin sümüyü ilə birləşmir fikri isə doğru deyil. Növbəti suala keçək. Deməli, qabırğaları və döş qəfəsi olmayan bir heyvan götür deyir. Neştərçə? Və deyir, qabırğası var, döş qəfəsi yoxdur.
Farellə şəmayı, D və Y. Bəs döş qəfəsi də var, qabırğası da var, A və S götür, kərtənkələ, aliqator. Situasiya sualına keçdik. Situasiyanı maraqlı sualdır. Bu tipli məsələləri yetəri qədər eləmişik. Yenə gəlin situasiyaya baxaq. Şəkildə bizə çiyələk verir, dişi heterogametli bitkidir, diploid bitkidir, vegetativ yolla çoxalması təsvir olunub. Demək, verilən hüceyrənin cinsiyyət xromosomlarının mümkün 2 variantını yaz. Biz bilirik ki, dişi bitki XY-dirsə, erkək bitki XX-dir. Beləliklə, mərkəzi hüceyrəni istəyir. Mərkəzi hüceyrə heç vaxt heterogamet ola bilməz. Ona görə mərkəzi hüceyrəni ya XX götürəcəksiniz, ya YY götürəcəksiniz. Rüşeymi isə X-dırsa, bax, ata bitkininki yalnız X-dir, rüşeyim XX-dir. Əgər demək, ananın yumurta hüceyrə Y-dirsə, onda XY olacaq rüşeyim. Çünki atadan yalnız X alacaq. Endospermə baxaq, bax, mərkəzi hüceyrələrini 2X-dan işarələmişəm. 2X atadan da yalnız X ala bilər. Əgər 2Y-dirsə, onda X, YY. Bax, bu da olacaq endosperm. Növbəti suala keçirik. Bitkinin vegetativ çoxalmada iştirak edən strukturu nədir? Bığcıqlarıdır. Çünki çiyələk bığcıqla çoxalır. Hansı orqanın şəkil dəyişməsidir? Gövdənin şəkil dəyişməsidir. Çiçək düsturunu yaz. K 5, L 5, Y sonsuz və D sonsuz. Çünki çox toxumludur. Aid olduğu fəsiləni istəyir. Gül çiçəklər fəsiləsini yaza bilərik. Beləliklə, mən suallara qısa və lakonik şəkildə izah verdim. Hər hansı bir sualın izahı ilə, cavabı ilə razı deyilsinizsə, buyurun, şərh bölməsində fikirlərinizi bildirin. Hər birinizə təşəkkür edirəm, sağ olun.